Bir sıra gruplar, bir sıra insanlar bu ayenin mesajını bilerekten, bəziləri də bilməyərəkdən, kontekstdən çıxararaq əziz Allahın ayəsini elə bir hala gətirirlər ki, güya Allah, əziz Allah bu ayədə buyurur ki, deyir ki, siz mənə yaxınlaşmaq üçün vəsilə axtarın, vəsilə də sizin şeyxinizdir, sizin imamınızdır, sizin məzhəb rəhbərlərinizdir, sizin təriqət başçılarınızdır. Sayın bunları getsin. Yəni güya Allah insana deyir ki, mənə yaxınlaşmaq üçün sənin vasitəçiyə ehtiyacın var və o vasitəçilər də saydıqlarım və saymadıqlarımdır. Ana mesajı əsası tövhid olan, yəni la ilahə illallah inancı olan, insanın əsarətdən, köləlikdən, şirkdən, o ən böyük pislikdən qurtarması üçün kitab göndərən, elçi göndərən, insanın ağlını, vicdanını, qəlbini inşa edən və mən insana şah damarından daha yaxınam deyə buyuran bir Allah, insanla Allahın arasında hər hansı bir insanın vasitəçi olmasını sizcə məntiqlə istəyərmi? Quran hər şeydən öncə nəyi inkar edir, nəyi rədd edir? Köklü şəkildə rədd edir. Hətta ən böyük günah, ən böyük pislik adlandırır, ən böyük zülm adlandırır. Quran-ı Kərimə görə ən böyük zülm şirkdir. Bağışlanmayan bir günahdır, gözəl insanlar. Və insanlar öz məzhəbi qayğılarıyla, şəxsi çıxarlarıyla insanları özünə bağlamaq, məzhəbinə bağlamaq, sürüləşdirmək, kölələşdirmək, ağlını, vicdanını, qəlbini, iradəsini öldürmək üçün bu ayəni insafsızcasına, vicdansızcasına istismar edirlər, gözəl insanlar. Təhrif edirlər, gözəl insanlar. Baxın, Quran-ı Kərimin ayəsini bilərəkdən təhrif etmək, bağlamından çıxarmaq, ona yanlış məna yükləmək, Allahın demədiyi bir şeyi söyləmək çox böyük bir günahdır.